Salam, səyahət vloquma xoş gəlmisiniz. İlk öncə özümü sizə təqdim edirəm. Mən Yaman, idman menecerim. Çalışacağım ki, bütün səyahətimizi sizinlə çəkim, bu videonu editləyim. İnşallah editləyərəm və paylaşaram. Maraqlı olur bizim iş səyahətlərimiz, çünki həm gəzirik, həm işləyirik, həm də ki, nəticələrlə ölkəyə qaydanda bu da başqa bir qürur verici bir his olur. İndi sizinlə bölüşəcəm. Biz bu təyyarəni gözləyəndə uşaqlarla necə 10 saatlıq uçuş üçün hazırlaşdıq, necə isim hərəkətlər etdik. Gəlin baxaq. İlk uçuşumuz Bakı-İstanbul oldu. Sonra ise İstanbul'da gözleme vaxtımızda küçük bir məşq prosesi keçdik. İsinmə hərəkətləri və dartınma hərəkətləri etdik ki 10 saatlıq uçuşumuz gimnastlarımız üçün rahat keçsin. İkinci uçuşumuz İstanbul-Boston oldu. 10 saat dayanmadan uçduq. 2 dəfə bizə yemək verildi. Biraz skincare, biraz film izledik, yatmağa çalışdıq. Və bir də gördük artıq 10 saatlıq uçuşumuz tamamlandı. Üçüncü uçuşumuz ise Boston'dan San Juan oldu. Çok təəssüf ki yolun hər hissəsini çəkə bilmədim. Burada artıq biz yarışa gedirik. Valideynlər bizi yola saldılar. Gimnastlarımızın çox uğurlu çıxışları sona çatdı. Yine çıxış prosesini çəkə bilmədim. Lakin mükafatlandırma mərasimini sizlərlə bölüşürəm. Hamısının çıxışından çox razı qaldıq. Atam da en büyük dəstəkçilərindən biriydi. Я очень довольна результатом и надеюсь, что в следующий раз будет еще лучше и больше медалей. Я счастлива, соревнования прошли хорошо, надеюсь, что в следующий раз все будет лучше. Что-то получилось, что-то нет. Надеюсь, что на следующих соревнованиях все ошибки, которые здесь были, исправлю и будет намного лучше. Biz yarışı bitirdik. Arina, ne demek istersen? I wish next time will be better. Я должна все ошибки, которые сделала на этих соревнованиях. Были в Америке соревнования, мне они очень понравились. Здесь хорошие судьи, здесь хорошие баллы, здесь хорошие вещи, здесь все хорошее. Я обожаю Америку. Я азербайджанский пляцкер. Approved Азербайджан. Всем привет. Микрофон захвачен. Это все. Я тебе азербайджанец. Да. Это как там это Мадагаскар там это фильм называется такое. Мы все бакинцы говорят, однажды в Америке называется наш турнир. Это было очень интересно и весело, и мы будем продолжать это. Çok sağ olun. Söz verdiğinize göre bu yarış çok yüksek seviyede geçti. Ben bir hem destekçi kimi hem bir fan klubda böyle bir şeyler yarattığıma göre de sevindim. Yani bir güzel bir hem bir fan klub tarafından destek oldu bizim komandamıza, bizim yerliğimiz region taraftan ve bu yarışın bu seviyede keçirilmesi, bu yarışın bu seviyede axıra kadar devam etmesi benim çok ürəyimcə oldu. Minnətdarlığımı bildirirəm bu organizatorlara ve minnətdarlığımı bildirirəm burada hər bir idmançıya, hər bir yoldaşa, hər bir məşqçiyə, hər bir hakimə çok güzel bu yarışda iştirak edilər ve əziyyətləri çok dəyəndirilsin ve bu əziyyəti biz alqışlayırıq. Çok sağ olun, minnətdarım. Müəllimin sözlərindən şərikəm. Gələcəkdə sizə ancaq uğurlar arzu edirəm. Allah eləsin ki bizim fan klubu gələcəkdə ancaq uğurlar arzu edirəm. Sağ olun. Herkese teşekkürümü bildiririm. Hakikaten bu yarış çok güzel geçti. Her tarafı güzel geçti bizim için. Hem yarış geçen geçti, hem bizim mühitimiz, eğlencelerimiz, gecelerimiz, akşamlarımız hamısı çok güzeldi. Hamınıza teşekkürümü bildiririm. Allah sizə razı olsun. Çok güzel oldu. İndi ise gedirik gezmeye. Burada gezmeyden de size videolar paylaşacağım. И мы фоткаемся вот так.